Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. TikToker Ləman canlı yayımda Tima ilə bağlı açıqlama verib. O, Sako ilə Bakıya qaydanda Tima arxamızca danışacaq deyərək fikirlərini izləyiciləri ilə bölüşüb. Həmin görüntüləri təqdim edirik. Tima başlayacaq. Gelmişdi, oturdu, sigaret orada çəkdi, bunu burada çəkdi. Canımın dərdindən yemək qoydum, bunu qoydum. Öz gətirdiklərini də özü yedi. Baba əzbər bilirəm. Xəşlədi, onu da deyinə. Canımın dərdindən qonaq gəlmişdi, işte deyə poxunun biri, lələ, nə bu yolda heç kəsə göstərmə. Gözləyin. Çatsın bir dənə Bərdədən çıxış exit yazısını görəsiniz. Deyirəm mənə bir dənə nə olardı? Şehli bir balina atan olardı. Nə bilim bir dənə şirbala satan olardı. Nə olardı ki? Çox koftan təzə almışam. Hava buraxmır da. Kofta hava buraxmır. Qoy suyu gətirsin, versin, gedim əynimi dəyişim. Baboşun yerine olsam bir dənə baseni tiktirərəm bura. Sən ol, qapıları bağlayaram. Qurana and olsun. Kupalniklə girərəm suyun içinə, şıp. Ay da. Çıxmaram o suyun içindən. Vallahi. Yox, bolta ehtiyac qalmadı. Sako dedi, səhər gələcəm, mənlə gedərsən. Dedim, sabah mən 12-də zatda buradan çıxmalıyam ki, işə getməliyəm. Səhər gələcəm, gedərik. Max orada yatır. Max da mənə kimi çürüyüb. İndi bir dənə qışa hədiyyə atan olmayacaq burada mənə. Şalatkı 1 milyon eləyəydi, amma istiyorlar. Çox qəşəngsən. Qəşəng günümüz olsun. Çox sağ olun. Öpürəm. Məftun birazdan gələcək. Kayda çatıram. Vallahi az çıxdı. Nə atırsız düşür kayda. Qəşəng hədiyyə atın, siz alacağım takibə. Öpücük, nə bilim, beni sev, balina, para yağmuru. Sevdiyim hədiyyə bulardı. Belə yüngülbari hədiyyələr. Ay, çox sağ ol Zühayir, təşəkkür edirəm. Allah var eləsin. Ay, nə qəşəng külək gəldi. Oy. Özün də gözəlsən, ürəyin də gözəldir. Çox sağ ol, Allah var eləsin. Sənin takibin kimə lazımdır ki? Mən çox etibarlı qızam. Mənim izləyicilərimdən soruşun, buradadılarsa kişi qızları kimi düzün desinlər. Hansı qıza demişəm, sizi takib alıram, mənə hədiyyə atın, çıxartmayacağım. İndiyə kimi 1 ildir bu səhifədəyəm. Hansını çıxartmışam, düzün desinlər. Heç birini. Mən heç vaxtı takib attığım insanları məni takibdən çıxardarlarsa başqa şey. Amma məni çıxartmayınca çıxartmıram. Tövbə Allahım. Buradadılarsa üzləri burada. Mən heç vaxtı şey eləmirəm. Əhsabi, elə bildim oğlandır, qızdır, çox sağ ol. Mən Qurana takib attığım qızları heç vaxt çıxartmıram. Məndə o ikiyüzlülük yoxdur. Olsa mənə deyərlər ki, yalan niyə danışsın? Məni kimsə çıxardar, görərəm, mən takib eləyirəm. O yox, onu da çıxardıram. Yəni kimə demişəm hədiyyə takib atıram, mən o qızı heç vaxt çıxartmamışam. Mən yalancı, o çıxarda bilər, mən çıxartmam, mən ondan sonra çıxarda bilərəm. Qızım, bir də estetik əməliyyat eləmək istərəm, qızım. İndi nə bilim, balina ata bilərsiniz, para yağmuru, indi mənə verdiyiniz dəyərə baxır da, öpücük. Belə də gözəlsən.
Az zarafat eləməyəm estetik əməliyyatı. Estetik eləsəm 40-dan sonra. Ölməyim, sağ qalım 40-dan sonra. Amma nəsə içimə damıb 40-a kimi qalmayacam mən. Qızıma yananın ürəyi, ay dünya, fəndirə qələsən. Tövbədir. Yazayım, mən ölməkdən qorxmuram. Ölüb gedəcək dana. Mən ölməkdən qorxmuram ha. Bir dənə ondan qorxuram ki, əzab çəkə-çəkə ölməyim. Belə Allahdan elə ölüm arzulayıram, haçansa ölsəm də yatım ayılmayım. Əziyyətsiz. Durum görüm ki, başımın üstündə mələklər belə məni pülüyür. Meyvələr qabağımda. Bu həyatda yaşaya bilmədiyimi orada yaşayıram. Cənnətlik. Cənnətlik, cənnətlik. Lüks həyat. Əl sahib çıxsa. Gəldi. Bunlar başqa adamlardır. Bu timadır. Elə bizim sakoşdur. Gəl, gəl. Məhdud demiş. Necəsən Məhdud? Ha? Gülhanla. Yaxşı. Kimlə? Denizden mi geliyorsun? Ana yox. Denizden gelene benziyorsun. Babaşanı yatırır. Baboş uyuyor. Peki durup git bak. Uzanmış. Yemeği zaten yeri uzandı. Nasılsınız? Elə bildim dərinizdən gəlsin. Deyəsən üstəyə gözün düşüb. Koca kişi deyir. Ha. Yox. Koca kişi deyir. Eva çox sağ ol. Sən deyəsən həyətdə oturanda, usta görəndə həyətdə oturanlardansan. Varaq elə qızlar özünü soxuşturmaq üçün görür qonşu zadın həyətində usta zad. Dururlar o qıllı ayaqları ilə bir dənə şey, o vaxtı bizdə də elə idi. Jübkanı geyinirlər, məhləyən o başı bu başı, o başı bu başı. Ay təzə ol, minnoşum, takip etdim qızlar sizə. Siz deyəsən o qızlardansınız. Qoca kişidir, 50 yaşı var bədbaxtım, utanmırsan. Düz sənin başına. Oradan insan özü nədirsə, elə də düşüncəyə sahibdir. Mən ustada gözüm olsaydı canlı açmazdım. Gəlib belə canlısız oturardım burada. 50 yaş qocadır. 50 indi söz gəlişidir, onlar 55, 56. Qızıma yana. Aytən çox sağ ol, ürəyim var. Gözəl günümüz olsun. Yaşlıyız da, yəni yaşlı insanlar. Ay əl sahib, çox sağ ol. Bir dənə balin atın, nə olar, hər şeydir. Bu kim idi? Günel, takip etdim sənə də. Günel, minnoşum, kışım. Görürüm, elə bir qız çıxacaq, ürəkli olsun, mənə balin atsın. Yox, oğlanlara atarsınız ancaq. 50 yaş. Ay Allah, 50 yaş, 50 yaş nədir ki? Az mənə kimi 20 yaşında qız 50 yaşında çoxdur da canım. Mən 18 yaşında qız oxşuram. Mənə bax, конечно, mənə çoxdur. Конечно, 20 yaşında qızcığazam mən, qızcığaz. Şeyin verişindəki ay, nə? Zavrın verişində arzu demişkən, qızcığazam. Ayxan çox sağ ol. Nətər deyildi o, nətər qızcığazam, mini minnacıq. Bu kimdir? Çox sağ ol, Nigar xanım.